Trump səbirsizliklə gözləyir. Baş müşavir Amerika Birləşmiş Ştatları liderinin Bakı və İrəvandan gözləntisindən danışdı. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözləyir. Reportun məlumatına görə bunu Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Enerji Resursları İdarəsinin baş müşaviri Eric Jacobs Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində, 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 3-cü nazirlər görüşündə bildirib. Onun sözlərinə görə sülh müqaviləsi Cənubi Qafqaz regionu üçün təhlükəsizlik və rifah dövrünün başlanğıcı olacaq. İcazə verin sizi Ermənistanla sülh müqaviləsinin mətni üzərində işin tamamlanması münasibəti ilə təbrik eləyim. Prezident Trump onun imzalanmasını və ratifikasiyasını səbirsizliklə gözləyir. Sabitlik və rəsmi sülh sazişi regionda uzun müddətli iqtisadi inkişafın təmin edilməsi üçün həlledici əhəmiyyət kəsb edir deyə Jacobs bildirib. O əlavə edib ki, möhkəm sülh münaqişələr zəncirini qıracaq və Cənubi Qafqazda təhlükəsizlik və rifah dövrünün başlanğıcını qoyacaq. Biz sülh və tərəqqi yolunda atdığınız cəsarətli addımı yüksək qiymətləndiririk deyə Jacobs əlavə eləyib.